xanımlar, necəsiz? Mini bir alışverişimi sizinlə bölüşmək istəyirəm. Duanın belə bir yuyucu tozunu almışam. Mağazində çox təriflədilər ki, yaxşıdır. Dedim alım. Sonra 70% sabunun maye formasını almışam. Artıq 3-cünü istifadə edirəm. Çox razıyam. Tövsiyə edirəm. ABC-nin qap şampununu almışam. Belə bir diş fırçası almışam özüm üçün. O şotkası çox yumşaqdır. Damağı cızmır, zədələmir. Və vaniş isə yumşaq mebelləri təmizləməyə istifadə edirəm. Çox yaxşıdır. Və Slippi olmazsa olmazım sil tulla. Bu yağı isə 2 dəfə istifadə edəcəm. Nə dərəcədə yaxşıdır bilmirəm. Kişi niyyət üçün almışam və şəkər tozu, paçmaya. Daha sonra Mr. Tom'un simişkası. Daha sonra anam üçün simişka alvası almışam. 25% yağlılığı olan qaymaq almışam. Bu Simetanı çox tərifləyirdilər. Dedim alım yoxlayım. Həqiqətən dadı möhtəşəmdir. Tez bergamot ətirli çay. Daha sonra 15 ədəd yumurta almışam. Və sonda nə almışam? Doymağın əla buğda unun almışam. Bu da şirniyyat üçündür yenə. Bu qədər alışveriş 49 AZN tutdu. Mənə qayıdan isə bu 1 manatdır. Bu kimi videoların gəlməni istəyirsinizsə YouTube kanalıma abunə olun və Instagramda məni izləməyi unutmayın.